Doktor, son zamanlar bu xəstəlik daha da çox artıb. Səbəb nədir? Səbəb əlbəttə ki, insanın yeni texnologiyalarının üzləşməsindən irəli gəlir. Bu dəqiqə elə bir insan görməzsiniz ki, kim ya telefondan, ya kompüterdən uzaq durur. Yəni bunun özü də əlbəttə ki, quru göz sindromu yaradır. Niyə görə? Çünki insan məlumat istəyir. Məlumatı toparlayanda istər-istəməz gözünü telefonun üzərində ya da kompüter monitorunun üzərində uzun müddət saxlayır və bu da nəyə gətirib çıxarır? Göz qırpmalarının kəskin azalmasına. Normalda biz deyirik ki, hər 2 saniyədən bir, 2 yarım saniyədən bir, yəni dəqiqə ərzində harasıda 25 dəfə göz qırpması olmalıdır. İnsan monitora baxdıqda ya da ki, telefona baxdıqda bu göz qırpmaların sayı azalır. Niyə buna vurğuluyuruq ki, göz qırpmaları vacibdir? Çünki göz qırpanda artıq su, artıq olan göz yaşı kanal vasitəsilə xaric olunur. Bəli, yenisindən əvəz olunur. Yəni bu proses çox vacibdir. Çünki bildiyimiz qədərilə gözün səthi göz yaşından qidalanır. Dediyim o vəzlər hansı ki, o maddələr ifraz eləyir, göz yaşını təmin edən maddələr ifraz eləyir. Həmçinin də qida məhsulları gözün üzərinə gətirir. Yəni göz yaşının özü elə kifayət qədər proteinlə, aminoglikazidlərlə dolu yəni bir maddədir. Onlar hamısı bizə lazımdır.